Assalamu aleykum və rəhmətullahi və barakatuh. Əziz müsəlmanlar, qardaşlar və bacılar, nəsihət etməyəndə də, nəsihət götürməyəndə də xeyir, bərəkət yoxdur. Və sizə bir nəsihət etmək istəyirəm, əziz müsəlmanlar. Deməli, nəfsimiz istəklərinə ayıq-sayıq olmağa çağırıram. Çünki bir çox günah ilk başda kiçik görünür, lakin zaman keçdikcə insan daha böyük günahlara apara bilər. Şeytan insanı bir anda böyük günaha salmır. O vəsvəsə verir, günahı gözəl göstərir və insan nəfsinə uyduqca bu vəsvəsələr güclənir. Məsələn, heç vaxt siqaret çəkməmiş bir insan nəfsinin istəyinə uyub, bir dəfə siqaret çəkərsə, bu pis vərdişin başlanğıcı ola bilər. Sonra onu tərk etmək daha çox çətinləşir. Buna görə də nəfsimizin hər istəyinə tabe olmalı və olmamalı, hər zaman Allaha sığınmalı və ondan bizi doğru yola sabit etməsini dua etməklə istəməliyik. Allah buyurur ki, şeytan sizi açıq-aşkar düşməninizdir. Buna görə də onun vəsvəsələrinə aldanmayın. Gəlin nəfsimizi tərbiyə edək, kiçik gördüyümüz günahlardan da çəkinək və hər zaman tövbə edib Rəbbinizə üz tutaq. Allah bizi nəfsimiz şeytanın şərrindən qorusun. Əmin. Deməli, əziz müsəlmanlar, qəlb evinə daxil olacaq şeytana qapını biz özümüz açırıq. Misal, bir müsəlman və yaxud müsəlman olmayan bir insan siqaret İlk dəfə çəkdiyi an proses belə baş verir. Nəfs qəlb evinin qapısı kimi nəzərdə götürək. Məsəl üçün, bir dəfə siqaret çəkmək istəyən insan nəfsinə yenilərək siqareti dodağına qoyub yandırdığı halda qəlb evinin qapısını şeytanın üzünə açır və şeytan həmin qəlb evinə daxil olur. Fərq yoxdur, nəfsimizin hansı haramlardan dolayı bizi yüklədiyinə baxdıqda siqaret, içki və s. birinci dəfə olduğu halda bu nəfsdən dolayı olur və nəfsin şeytana açacaq qapı kiçik günahlardan başlayır, haramlardan başlayır. Məsələn, içkinin dadını görən bir şəxs birinci dəfə, yaşından asılı olmayaraq, bu onun nəfsindən dolayı şeytana açdığı qapı onu vərdiş halına, tüfeyli həyat tərzinə, imansız olmağına, kafir kimi ölməyinə vəsilə olur. Çünki dünya həzləri, nemətləri insanı Allahdan uzaqlaşdırır. Misal, Dəccal bir sistemdir. TikTok, Instagram və s. platformalarda uzun vaxt keçirdən insan, hətta müsəlman qardaşlar və bacılar var ki, çox vaxt hissəsini TikTokda keçirdir, Instagramda keçirdir və zikirdən, Allahdan uzaqlaşır. Dəccalın sistemi bu şəkildə işləyir. İnsanlardakı imanı öldürmək, azğınlaşdırmaq və şeytan da həmçinin. Assalamu aleykum və rəhmətullahi və barakatuh.